Herkese salam, yeni vloguma başlayıram. Saçımı yumuşdum. Dedim ki, qoy sizlə bir yerdə saçıma baxımları edeyim. İki fazalıdır. Qoxusu çox qəşəngdir. Yaşda əslində bu saçım belə görsənir. Əslində badam yağı istifadə edirəm. İndi yenə vuracağım. Ümumiyyətlə mənim saçım, saç kranı yoxdur. Əslində saçım sağlamdır. Yəni necə, saç kranı falan heç bir şey yoxdur. Sadəcə olaraq saçım o teni belə zəif kimidir də, elə necə də düzü parlaqdır, qəşəngdir. Sadəcə elə biləm ki, saçım çox nazikləşib, tükləri. Bir damcı elə biləm olub saçım. O vaxt saç ustam dedi, hormonlardan analiz ver. O da qaldı. Ay Allah, mən badam yağını paylaşmışam. Hamı mənə deyir ki, TikTokda da, Instagramda da. Mənə yazdılar ki, 1 manat 50 qəpiyə badam yağı var. Buna baxın, qiyməti üstündə də çıxardıb atmamışam. Mən bunu saç yağı kimi istifadə edirəm. Əvvəl pantenin yağını istifadə edirdim. İndi badam yağını istifadə edirəm. Çünki sonra bildim ki, badam yağını baxım yağı kimi istifadə eləmək olar. 2-3 damcı görürsünüz, belə vururam. Belə 3 damcıdan artıq olmasın da yağlı olar saç. Baxın, belə ucuna, ancaq ucuna, bu yuxarı hissəsinə yox. Çünki mənim saçım da tez yağlanandır. Ona görə ancaq ucuna vururam. Belə. Bugün işə getməliyəm. Hələ səhər yeməyimi yeməmişəm, səhərdir. Girdim duşa, dedim. Səhər yeməyimə gedim. Məzuniyyət yazım, ərizə yazmalıyam işdən. Məzuniyyətə çıxıram. Sonra gedəcəm ora. Məzuniyyət yazım, sonra özüm ayaqqabı almalıyam. Bir-iki geyimlərə baxmalıyam. Belə bir planlarım var, yəni. Vaxt etdikcə onları da çəkib sizə göstərəcəm. Bugün mən hədiyyə kutumda gəlməlidir. İlk əməkdaşlıq boksum gələcək inşallah. Bunlar hamısını sizlə burada bölüşəcəm. İnan ki, saçı çox qəşəng eləyir bu badam yağı. Saçım hazırdır, baxın. Görün nə yaxşı, yumuşaq, həm də yəqin ki, badam yağı mənim saçım belə yumuşaq eləyir. Elə bilirəm ki, saçım zəifləyib, amma yəni uzanıb saçım nə qədər görürsünüz. Həm uzanıb, həm də ki, ipək kimi də yəni saçımda orada. Mən də saç kran olanda salonda təmizlətdirirəm saçımı. Həmişəki kimi gözaltı kremindən istifadə edirəm. Bu kremi mən bitsə dəfələrlə alaram. Nəmləndirici olaraq çox qəşəngdir. Yəni alanlar bilir. Və hər dəfə paylaşanda vlogumda hamı soruşur və alanlar da var. Mənim gözaltı qırışlarım çox olur, mimik qırışlarım, çünki çox deyib gülənəm, içdən belə gülürəm də. Ona görə məndə qırışlar yaranır. Onları da bax, qəşəng açır. Belə. Gəlmişəm ateliyə. Məzuniyyət yazım. Ay Allah, bu liftdə hər gün mindiyim liftdə. Qalxaq qadırlara məzuniyyət yazaq, sonra çıxıb gedirəm. Formanı götürdüm, gedirəm. Hərzdən aşağıda yazıb imzalatdıram. Sürəcəm. Yazdım, məzuniyyət verdim, gedirəm. Tural çöldə gözləyir mənə. Gedək bir kişi alaq. Sonra gedək evə.
Sağ olun. Trana neyini giymişik? Aytra vaxt var idi atıvədə işləyirdi. Bir girirdi içəri. İndi qalmışsan. İndi qalmışsan çöldə. Pəncərədən görüm orada deyəmsən. Deyirəm, əli vaxt var idi tura. 2006-da ATV-də oldu. Sırla Vrasyan vaxtında. İndi qalıb uzaqda. Baxa-baxa girə bilmir içəri. Girə bilərsən, Allah kömürdə. Axan əslənsə girsən. Hə, də vəbşə deyirəm də, yəni o mənada demirəm. Daimi iş yerin olub, evin kimi olub bura. Uzaqdan. Hər şey belədir, ümumiyyətlə. Hər şeyin sonu var. Həyat da bir gün bitir. Doğrudan elə də. Sən gedək mağazalara baxaq, görək nə alırıq. Nədən şanı da hər yazsın. Bilmirəm, bu vlogda yəqin çatdırmarım. Növbəti vlog Qəbəliyə gedirik. Rayon vlogları olacaq. Bir-iki gün. Deməli, nə qədər gəzmişik də, inanırsınız. İşdən çıxdıq ATV-dən. İndi gəlmişik evə. Saat artıq 6-dır. Belə Nilaya tapiçka aldıq. Qubaya gedək. Quba deyirəm, Qəbəliyə gedəcəyik. Orada geyinməyə belə bir şey 10 manat aldıq. Sonra nə aldıq? Mən özümə nə qədər gəzəndən sonra belə bir ayaqqabı aldım. 25 manata inşaatçılardan aldım. Bu mənimdir. Sonra nə aldım? Nilayın kabrosudur. Təzə ad günündə planşet aldırıb atasına. Belə bir kabrodur. Belə bir kabrodur, qəşəngdir. 25'e deyirdilər, 20'ye aldıq. Götür bunu da Nilay. Sonra bu da mənim burada paltarlarım. Belə bir kofta aldım. Ağ renkdə 9 manat almışam. 9 manata. Sonra belə bir kofta aldım. Bu da 9 manatadır. Sadə abisli tişört. Belə bir şortik aldım. Orada giyinməyə. Var şortikim. Prosta açıq rəngdədir. Dedim qara olsun belə bir şey. Sonra Rahimə də bir dənə tapçıqa aldıq. Belə orada giyinməyə. Onu da 5 manat aldıq. Mən özümə belə SPF aldım üz üçün. Dikapın 22 manat idi. İndirimdə idi hələ. Sonra Nilay üçün belə bir Allah çıxsa inşallah göstərərəm. Tək əllə göstərirəm deyə. Nilaya belə bir daraq aldım. Mənim darağımdan istifadə edir. Deyir ki, sənin darağın yolmur da. Belə gözünüz içində belə tükürlü kimi olanlar yaxşıdır saçı. Nə qədər dolaşsa da yolmadan açır. Heç hiss eləmirsən. Bu gibi belə getdi. Mən ən önəmli şey nə göstərəcəm sizə burada. Ən önəmli şey ilk PR box hədiyəm gəlib qızlar. Disil firmasına aid olan peelingdir və yanında da mənə 2 ədəd hədiyyə qoyublar. Bunları həmən göstərəcəm. Instagramda çəkib göstərəcəm. Belə bir peelingdir. Bu çox gözəl bir məhsuldur. Bunun deməli üzdə makyajın, tonalin yaxşı oturmaq üçün həftədə 2 dəfə bundan istifadə edirsən, ölü hüceyrəni təmizləyir dərini. Ondan sonra makyajınız çox qəşəng qalacaq. Yəni ən gözəli budur. Bir də belə sağ olsunlar. Yanında mənim üçün belə 2 dənə belə hədiyyə qoyublar. Mən hamısını ayrıca videoda çəkib paylaşacağam. Belə.